Su canlıları. Yer kürəsində yaşayan canlıların bir qismi də su mühitində yaşayır. Dənizlərdə, okeanlarda, göllərdə və çaylarda milyonlarla müxtəlif su canlısına rast gəlinir. Su canlılarının ən məşhur növlərindən biri balıqlardır. Balıqların çoxunun bədəni pulcuqlarla örtülü olur. Onların üzgəcləri var və bu üzgəclər suda hərəkət etmələrini təmin edir. Balıqların əksəriyyəti qəlsəmə vasitəsilə nəfəs alır və kürü tökməklə çoxalır. Lakin bəzi balıq növləri balasını diri şəkildə dünyaya gətirir. Dünyada minlərlə müxtəlif balıq növü yaşayır. Su canlılarının ölçüləri bir-birindən çox fərqli olur. Dünyanın ən böyük su canlısı balinadır. Balinalar çox böyük olsalar da, insanlara hücum edən heyvanlar hesab olunmur. Delfinlər ən ağıllı su canlılarından biri hesab edilir. Onlar sürü halında yaşayır və bir-biri ilə müxtəlif səslər vasitəsilə ünsiyyət qururlar. Köpək balığı dənizlərin ən güclü yırtıcılarından biridir. Onların çox iti dişləri və güclü qoxu hissi olur. Meduzaların bədəni yumşaq və şəffaf olur. Maraqlıdır ki, meduzaların nə beyni, nə də ürəyi olmur. Dəniz atı digər balıqlardan fərqli görünüşə malikdir. Onun gözləri eyni anda fərqli istiqamətlərə baxa bilir. 8 ayaqlı ilbiz də ağıllı su canlılarından biridir. Onun 8 qolu olur və təhlükə hiss etdikdə mürəkkəb maye buraxaraq düşməndən gizlənə bilir. Dəniz kirpisinin bədəni iti tikanlarla örtülü olur. Bu tikanlar onu düşmənlərdən qoruyur. Dəniz ulduzu fərqli görünüşü ilə seçilən maraqlı su canlılarından biridir. Onun qollarından biri qopduqda yenidən bərpa oluna bilir. Krablar və xərçənglər sərt qabıqlı su canlılarıdır. Krablar yan tərəfə doğru hərəkət edə bilirlər. Vatoz, yastı bədən quruluşuna malik su canlısıdır. Bəzi vatoz növlərinin quyruğunda təhlükəli iynələr olur. Su canlıları da digər canlılar kimi təbiətin vacib hissələrindən biridir. Buna görə də dənizləri, gölləri və çayları təmiz saxlamaq lazımdır. Su hövzələrini tullantılarla çirkləndirmək su canlılarının həyatını təhlükəyə atır. Onları qorumaq hər birimizin borcudur. Yeni videolardan xəbərdar olmaq üçün kanala abunə olub bildirişləri aça bilərsiniz. Fikirlərinizi şərhlərdə qeyd etməyi unutmayın. Öncədən təşəkkür.